Aynen. Bu bəli. iki Şirin, bu iki insan ki qarşılaşanda, bir-birinə ünsiyyətdə olanda birinin o birisindən danışıqdan əvvəl ruhiyyəsi ya yaxşı olar, ya pis. O necə olur? Adamından asılıdır da o da. Adam var ki, rastlaşırsan o əhval-ruhun qalxır. Sevinirsən, şənlənirsən. Adam var, elə uzaqdan görən kimi istəyirsən, heç rastlaşmayasan, çəkinəsən qırağa. Ali var dostumuz. Ona rast gələndə Vahidin qəzəli var bir də, deyir, talih bizə yar olmasa biz neyniyə bilirik? Zövqümcə yar olmasa biz neyniyə? Mən deyirəm, valih bizə yar olmasa biz neyniyə bilirik? Zövqümcə yar olmasa biz neyniyə bilirik? Yəni, insanın bir-birinə rast gələn kimi o enerji deyirlər, nə biləyim, o xoş, müsbət enerji vermək var bir-birinə ki, söhbət əsnasında. Bizim Adil var, rastlaşan gedirəm, Əzizim Adil. O da deyir, Əzizim Arif. Bizim ünsiyyətimiz buradan başladı. Əhval-ruhiyyə yerinə gəlir. Adam var ki, Bəxtiyar Vahabzadənin də şeiri var, bir dənə. Deyir, adam var yanında olsam bir qədər, tamam unudular dərdim məlalun. Adam var yanında danışsa əgər, dəymişin durmuşkən tökülər kalın. Bu gözəl sözlərdən sonra, bu siz Uçskov zamanında, yəqin gör sizi görəndə insanların necə əvvəl ruhiyyəsi, ya... Mənə sataşırsan da. Yox, nə danışırsınız? Yox, siz dediniz... Qabaq mən Uçskov olanda aydın məsələdir. Bu tindən çıxanda o cəmaat biraz özünü yığışdırırdı. İndi də adi vətəndaş forması ilə gedirəm. Çox vaxt tanımırlar. Yox, indi də əhval-ruhiyyələri körranmır. Körranmır. Onun bir post vermək istəyir. Bizlərin əhval-ruhiyyəsi körranırdı ya. Vələdüznanın əhval-ruhiyyəsi körranır, gəlib onu tutub aparacaq. Normal adam, yaxşı adam nəyə görə? Xoş da dindirsən, qayda-qanuna riayət edən adamlarla bizim nə pis işimiz var ki? Bu şair cavan oğlan yazıq, döyüblər onu. İndi hələ dəqiq müəyyən deyirlər ki, o bala oğlan müəllim döydürüb. Bu bəllidir. Mən Uçskov olanda burada kimisə döymək elə bir şey olardı. Fakt bundan ibarət ki, onu axtarıb tapa bilmədilər. Deyirlər, burada Türkiyə gedib. Bu işi törədib ki, gedib Türkiyədə. Tam bəlli deyil, ola bilər ki, öz işi ilə getməliymiş Türkiyəyə. Ya mənə gəlir ki, Yaşar müəllimi baş çəkməyə gedib yəqin. Bilmərəm onu. Üstə-üst düşüb yəqin. Bilmərəm. Ancaq hər halda sənin yadıma gəlir də, bir dəfə yadıma gəlir, sənə də döymüşdülər. Səni döyməmişdilər, sən özün qapıya təpilmişdilər. Qapıya. O nə oldu məsələ? Düzəldi də. Məsələ ayağım düzəldi də. Ayağım düzəldi. Yox, yəni mənim vaxtımda şair döyülə bilərdi burada. Elə onu soruşmaq istəyirdim. O söhbətlər olmazdı. Mən deyirəm, o deyil. Mən də... Yox, onu bilməyiz, nə danışırsan? İşimiz yuxarı bölgən var. Alay o elə balığına eləməz ya. Nə söhbətdir? Qoy. Xoş gəlmişsiniz. Mən deyirsən ki, heç kim yoxdur. Heç kəs yox idi, mən çıxanda heç kəs yox idi. Ay, xoş gəlmişsiniz. Nə olur belə filmimizə əl qatqız? Nə olur? Qapı açıldı. Ay kişi, qardaşım, mən masada əyləşirik. Aha, nə olub belə? Ay, mümkün deyil də küçədə yol getməkdə. Hamı məndən soruşur ki, doğrudan belə şey oldu. Deyirəm, nə? Əşi, balığlan müəllim deyir, onu döydürür, doğrudan döydürür, belə şey. Arif bəyəm, görürsünüz, bizim söhbət. Bu söhbət, bir dənə məsələ var ki, şübhəli olmuşdu keçən dəfə balığlan müəllimini yoxdur axı Bakıda. Şübhəli idi ki, döydürüb, özü də çıxıb gedib, İstanbula gedib, Türkiyəyə gedib. Yox, indi bir dənə məsələ var, onu bir də döyüblər bu saat. Bütün söhbət ondadır ki, dedik ki, keçən dəfə döydürüb, özü də çıxıb gedib. Yox, Arif müəllim, gəl belə deyək də. Bax, cəmaat da məndən yaxınlaşır, soruşurlar ki, doğrudan belə şey oldu. Allah şahidi. Yox, fakt ondan ibarətdir ki, bunun Balığlan müəllim deyib ki, səni döydürəcəm, məşhur olacaq. Əşi, zarafat eləyib. Zarafat eləyib də. Bəs ondan sonra axtarıb Balığlan müəllim bu döyülən günün səhərindən yoxdur Bakıda. Biri deyib Türkiyəyə gedir, biri deyib ki, başqa ölkəyə gedir. Axı, siz bilməsiniz də, mütəmadi olaraq... Məndən üçün deyib ki, mən gedirəm Türkiyəyə. Ay, sağ ol. Ha. İndi bir dənə də fənd var burada, indi mən o köhnə işimlə bağlı, indi hər halda bilirik də, nətər eləyirlər. Bu yazıq şairin bir dənə dərdi var ki, bunu indi bir də döyüblər də. Bu ehtimalı biraz da artırır, niyə görə? Balığlan mənim burada yoxdur, həmin ki, qrup ki var ki, onları cəlb edib ki, döydürür şairi. Oradan çox ki, mən ki, zəng eləyib, deyib, mən Bakıda yoxam, siz oğlan bir də döyün. Qoy düşürlər ki, arxayın olsunlar ki, mən döyürəm. Bu, mən bir dənə şeyin fikrini çəkirəm. Bu yazını axırda onu döyəcək ki, şeir də yaza bilməyəcək. Qolunu sındırıblar bu dəfə, boynunu sındırıblar, bir dənə elə burasından deyəsən möhkəmdir. Bu adam ulduz olmaq istəyirdi. Yəni ulduz olmaq üçün də görürsünüz də, hər şeyə
razılıq verir. Yox, bizə necədir? Bu adam ulduz olmaq istəyir, o döyülmək istəmir axı. Döyülməsə ulduz Bunun olmaz. fərasəti biraz o həddə yoxdur. İndi yeri dör. Bu bir dənə belə anekdot var. 2 nəfər yatır. Bunlar üçün pay gəlir biri üçün. Bir qazan yeməyə gəlir. İndi aydın məsəl otururlar başlayır yeməyə. O biraz zirənki obusuna deyirsən, atın nətər ölmüşdür. Burada başlayır danışmağa ki, atam belə gəldi, belə xəstəxanada belə oldu, bu burası yeyir. Bir də gözü sataşır ki, yeməyin yarısı qutarıb o şey. Düyanı deyirsən, atın nətər ölüb. Orada içməli su da var imiş də. Deyir, atam götürdü bax beləncə, yiyib axı bu qədər açağa basmaq istəyir yeməyində. Götürürdü istəkanı, bir skandir su beləcə içdi, öldü. Qoyur suyu yerə gəlmir. İndi bu söz nəyin üstə gəlir? Bu yazıq. Bunun siyasəti yoxdur da. Bax, meyxana deyənlər bu, namik deyirlər, meyxana deyirlər. Bir də yoxsa o ayından bu da durub bir dənəsin deyir. Şair də təbii gəlir deməlidir. Axıracan düşündə bir dənə deyir, özün biabır edir. Şeirdir, görsün, yazır, şeir yazır, oturur şeirlərini oxuyur. Meyxana deyənlər də Meyxana deyənlər də sən meyxana ayaqlaşa bilməsən axı. Bir dənə deyir, dayanır. Bunun dili başına bəla olacaq. Baladır. Kimi qaralaram, dolaram, çiçək kimi nəsaralı solaram. Namik mənə, mən də ulduz olaram, tanıttırar namik qalma, qal məni. Tanıttırar namik qalma, qal məni. Eyliyən olmayıb, nitqil al məni. Gəldim, mən bərk vurdu. Allaha çox şükür. Şimdi Allaha çox şükür. Gəlin. Biz burada daha qırğındayıq. Baloğlan müəllim özüdür. Sobственной personой. Gəlin. hoş geldin. Hoş gəlmişsiniz. Ay maşallah. Dəstə onlar da burdadır. O burada səhərdən qırğın gedir. Gəlin əyləşin. Onlar da buyurun. Gəlin. Gelin keçin. Ay baloğlan müəllim. Hacım. Bu nə məsələdir bizim başımıza gəlir? Qardaş, valla mən özüm də elə bəzi insanların mənə çox müəmmalı belə işlər baxırlar. İstəyirlər nəsə soruşsunlar. Valla bağışlayın Mən özüm məni. də belə Subaylarımızın tanıdı, amma mən yol geriyə bilmirəm. Hələ hər iki nəfərdən biri gəlir, yaxınlaşır, bayaq kişi ilə çıxmışıq bir kəlmə bu yuxarıdan, Şirvanşahlardan bura gələcək bəlkə bir 30 nəfər adam saxlayıb. axırıncı dəfə qonağınız olanda elə buradan çıxan kimi də birbaşa Türkiyəyə getdim. Yəni həm bizim hörmətli sənətkarımızın yanına getdim, həm də Yaşar müəllimi gördünüz hə? əladır, hər şey qaydasındadır, şükür Allah. Amma gecələr yuxuma belə qəribə şeylər girir. Başa düşmürəm. Elə bir ki, nəsə məndən danışırlar, nəsə mənim belə məndən söz-söhbətlər gedir. Nə baş verir burada? Allah xeyirli olsun. Namildir. Yaxşı gəlmişsiniz. Xoş gəlmisiniz. Salam aleyküm. Burada vəziyyət çox gərgindir. Qardaş, keçin içəri. Çox gərgindir. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Hoş geldiniz. Salam aleyküm. Necəsiniz? Hoş geldiniz. Vəziyyət çox gərgindir. Niyə? Ona görə ki, qardaş, sizin özünüz də bu söhbətin şahidisiniz. Keçən dəfə nə söhbət oldu? Özünüz gördünüz də, bu yazığı döküblər. Yaman gün deyil yəni. Hə. Söhbət nədən gedir? Söhbət də gedir, bu kişinin adı hallanır da. Baloğlan müəllim adı hallanır o Məsələn, məsələdə. sonra dedi 100% baloğlan müəllim döydürüm mən. Elə olmuyor ki mənim. Mən ümumiyyətlə çox az yuxular görən adamam. Ümumiyyətlə yuxu görmürəm və görəndə də həmişə yaxşı yuxular görmüşəm. Amma bu dəfə yuxuda qara-qura görürdüm. Elə bir ki, nəsə belə mənə xoşlamadığım insanlar mənim ətrafıma yığışmışdı. Məndən çox qəribə sözlər soruşurdular. Elə bil məni istintaqa çəkirdilər. Nə bilim, bu necə olub, o necə olub. Özü də ki, deyirlər, nə bilim, bunu qafiyə ilə deyir, nə bilim, bunu belə qafiyə şəklində, şeirlə deyir. Mən çaşıb qalmışdım, başa düşmürəm, bu nə olan şeydir. Dedin ki, az yuxu görürsən də. Çox az. Az görür. Kim ki az yuxu görür, onların yuxusu çin çıxır. Şairi döydürmüsən, ona görə də yuxuya gəlib şairlik. Şair də öyle demişəm. Yaman gün. Arif müəllim, biz bayaq dedik, bu ehtimaldır. Özü kişi burada, bu... Özü deyir, bəs mənə baloğlan müəllim döydürür. Bizə də meyxana dedirtirdi baloğlan müəllimin haqqında bəs. Elə şey oldu. Yəni Biz indi ehtimal edirik. Biz demirik ki, döydürmüsən onu. Yox. Ehtimal edirik. Özdəki fakt bundan ibarətdir ki, siz özünüz Demişdi. bu məclisdə bir dəfə demişsiniz ki, mən səni döydürərəm, məşhur olarsan. Allah eləməsin, mən onunla zarafat eləmişəm. Yəni ki, bu
zarafat dönüb həqiqətə çevrilibsə, onu görərəm, özüm başa salaram. Nə var, nə yox. Ağacın iki başı var da, Baloğlan müəllim bilirsiniz da. Mən belə səhvə heç vaxt yol vermərəm. Ola bilər, mən demişəm ki, onu tanıtdırmağın xətirindən. Yəni Yox, bir zarafat idi o. İkisi də zarafat idi ya. Burada bu. Yox, nəsə Azərbaycan... Sən qardaş bir daha açıq gül çıxart ki. Sən bu ətrafda yaşamırsan. Ondan yaşamırsınız. Sayın adamlardır, orqanlardır. Allah qəbul eləsin. Adam adama oxşayar da. Mən demədim ki, o nəyisə bir iş görür. Əgər onu döyüblərsə, hələ maraqlanmaq lazımdır. Bu hansı mənbədən döyülür, nətər döyülür, onun... Yox, fakt budur ki, bir dəfə süzdürmüşsünüz ki, mən səni döydürəcəyəm, məşhur olacaqsan. İndi döyülüb hal-hazırda. Bir dəfə döyülüb, sonra sizi tapmadılar bir həftə. Təzə gəlmişsiniz, siz Türkiyədə idiniz Bəli. Türkiyədə olduğunuz vaxtda bir də döyülüb o. İndi burada iki dənə ağacın iki başı var da. İki dəfə döyülüb, İş burada gəlir. İz azdırmaq mənasında bu döyülməyə o da ehtimalın içərisində. Bu bizim bildiyimizdir ya, 2 dəfə. Bəlkə... Yox, bir dəfə döyülmüşdü keçən dəfə. İndi də qolunu da sındırıblar, çənəsindən vurublar, boynunu da desəm ağır vəziyyətdədir. Mən bir şey soruşmaq istəyirəm sizdən. Bu döyülməyin ona bir xeyri olub ya yox? Valla keçən dəfə bir bənd, bir qafiyyət idi, ha? Belə dəyişiklik, mən deyəm, belə bir dəyişiklik Tanınmaq barədə deyil, xeyr, o bütün respublikada bütün şəhər ona da O soruşur. mənə zəng eləmiş ki, deyir, telefon dayanmır zənglərin əlindən. Bütün günü deyir zəng Yox, Namik, biz burada yuxarıda Mansur dayına, baş Şirvanşahlara bura gəlincə, bəlkə bir 30 nəfər adam saxlanırız. Mən onu soruşuram. Bir onu soruşurlar, bir də Mansur, şeydir, Baloğlan vermiş, bu niyə döydürüb onu? Düşüb də döydürməyə bizdə Baloğlan mənim. Yox, əgər ona xeyri varsa, yoxdur. Yenə də fikirləşmək olar nəsə. Bir dəfə olar. Vay, nə gündədir o bu? O nə gündəsən sən? Vay, yol verin, ona getirsinlər içəri. Vay. O nə də gözlə. Yavaş yavaşda ol. Yer evin ol. Masada gəl bura. Gəl. Geç otur. Əyləşdirin bunu zaten. Masada gəl bura. Abi yazı nə gündədir? Dəhşət deyir. Xeyr ola mənə baxırsan belə. Allah ödüşsün, bir dəfə döydürdüm, bəsdir. Mən döydürmüşəm. Sən döydürürsən də mən. Estağfurullah, hardan bilirsən mən döydürmüşəm? Mən səninlə zarafat eləmişəm. Sən indi haradasa döyəcəklər, mənim boynuma düşməlidir və ya. İndi sən bu döyülməklə xəbərin var, bütün Türkiyədə də sənin adın çəkilirdi televizorda. Mən orada baxırdım kanallara, məlumat alınırdı ki, və sən döyülmüsən özə mən tərəfindən. Kim döyüb səni? Sən döydürürsən də. Kimə? Döydürənlərə. Estağfurullah. Allah bilir səni kimlərsə döyüb, səni haçan döyəcəklər, bu mənim üstümə düşməlidir. Yox, sən vuranda dedilər ki, biz Baloğlan müəllim tapşırıb bizə. Heç o kişinin adını çəkən olub sənin yanında. Hələ keçən də bizdə meyxanada İşdi vardansa. Anam, mənim imkanım olsa mən sənin üçün hər cür şərait yaradıram, mən səni niyə döydürürəm? Sən indi bu döyülməklə el arasında tanınırsan. Amma burada mənim heç bir rolum yoxdur. Düşərlidir. Allah öyrətsin. Sən vurmadın, mən yıxılmadım. Məni kim döydürdü? Canım mənim, mən səni niyə döydürməliyəm? Sən indi tanınmısan, elədir? Şükür Allah'a elə gündə 10 dəfə. Bundan sonra sənin yolun açıqdır. Yəqin bilirsiniz də ulduz olmaq üçün hər şeyə əl qatırlar. Bu yəqin bəlkə özünü yalandan yapışdırıb orasına, boğazını bağlayır. Yox, mən bir dənə şey deyim, çox istədikdən də ola bilər. Çox istəyirlər. Şou biznes aləmində ya gərək döyüləsən, ya gərək saç ortaya çıxasan, ya Ya da döyəsən. Bundan başqa cür tanınmaq mümkün deyil. Sən bizə baxma, bizim dövrümüzdə ayrı cür idi. Biz sənətlə məşğul idik. Biz istəyirdik. Doğrudan ha, Baloğlan mən. Bu sənətkarlarımız buradadır. Bəlkə bir Namik. Sən arxayın ola bilərsən. İndi tanınmağın ən yaxşı yolu odur ki, onu da sən eləmirsən. Yox, bizi üçün də Rahim müəllim, qaranlıq qalır. Keçən dəfə bizi də qızışdırmısan, Baloğlan müəllimin ünvanını, o qədər meyxanalar demişik. İndi hələ bu deməli sual atdıq ki, səni kim döydürüb? Müəmmalıdır. Ulduz olmaq hər bir insan istəyir, ulduz olmaq hər bir insan istəyir, sənətə gələn gündən atsan istəyir, sənətə gələn gündən atsan istəyir, ulduz olmaq hər bir insan istəyir, sənətə gələn gündən atsan istəyir. Görəsən hansı zalım döydürüb səni, kimsə edib hincim döydürüb səni, anar söylə də kim döydürüb səni.
səni aydınlığını hər bir oğlan istəyir. Aydınlığını hər bir oğlan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Sənə yaraşmır üzündəki yamaqda, elə bir lay anar yanmısan ocaqda. Görəcəkli günlərim var qabaqda. İncə sənət həmişə qurban istəyir. İncə sənət həmişə qurban istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Amarda vardır nə gözəl gələklik, onda olmayıb fitlədik kələklik. Girək eləyək anar bəyə köməklik, bu dağa xəstədir dərman istəyir. Ay bu dağa xəstədir dərman istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Hələm xəstəsən bir ayağa dur ginən, bir bizindən qafiyələr qur ginən. Səni döyəni qıraqda axtar ginən, xətirivi çoxdur bal oğlan istəyir. Xatirivi çox bal oğlan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Amar döylə düşübdür moda. Maşallah demək olar keçmiş koda. Siz onu döydürmüsüz indi o da. Sizdən toy nişan və meydan istəyir. Sizdən toy nişan və meydan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Bu barədə yazıbdır neçə dahi, bu barədə yazıbdır neçə dahi. Süzlərə sözlə edirəm izahi, bizə bu təbii bəxş eləyib ilahi. Sənət nə səhv nə də ki nöqsan istəyir. Ay sənət nə səhv nə də ki nöqsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Göz dəyməsin anana bəxt gözəlləşib. Rahib gildə kiçik qalada yerləşib. Burada elə sənətçilər əyləşib. Xətirlərini Azərbaycan istəyir. Xətirlərini Azərbaycan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Döylə anar qalıbdır yadda. Xanada bilir nə var ondakı savadda. Sizə də qonağı verdim şurabatda. Yenə də sizi bizim ünvan istəyir. Yenə də sizi bizim ünvan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Hamı da bu meyxanıya maraq edir, hamı da bu meyxanıya maraq edir. Dostlar sənə özünü arxa dayaq edir, rast ki bizi şəmşir ora qonaq edir. Demək ki bizləri də mehman istəyir, demək ki bizləri də mehman istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Şər atmısan day günahı yuyulmusan. Şər atmısan day günahı yuyulmusan. Ağlayanda göz yaşını silmisən. Hətta Türkiyədə bilir döyülmüsən. Mətbuatda səndən elan istəyir. Mətbuatda vermək elan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Çıxmaq üçün belə bilməzdim təlimi. Anardarda uzad əli və əlimi. Çoxsu axtarır bal oğlan məlimi. Müsabiqə almaq üçün ekran istəyir. Müsabiqə almaq üçün ekran istəyir. Ulduz olmaq hər bir insan istəyir. Sənətə gələn gündən atsan istəyir. Halqa sırpır istəyir, ustadların addımlarını istəyir. Dost vədahətən yaxşı söz deyir, sənətdə o etsin cövlan istəyir. Sənətdə o etsin cövlan istəyir. Ulduz olmaq hər bir
bir insan istəyir, sənətə gələn gündən atsan istəyir. Ulduz olmaq hər bir insan istəyir, sənətə gələn gündən atsan istəyir. Aşırəli də burada əldə saz qalıb, sən də anar üçün bir şey yaz qalıb, Sən də anar üçün bir şey yaz qalıb. belə görürəm anar ömrə az qalıb. Əzrail dolaşır bir can istəyir, Əzrail dolaşır bir can istəyir. Ulduz olmaq hər bir insan istəyir. Hər kimin ki imkanı vardır anar, efirlərdə atsan vardır anar. Hər aşığın dövranı vardır anar, aşığı dövran aşığı, aşığı dövran istəyir. Dövran aşığı, aşığı dövran istəyir. Ulduz olmaq hər bir insan istəyir. Azad bir kız, bir bana, azad bir kız, bir bana. Gezir boylana boylana, gezir boylana boylana, gezir boylana boylana. Ala gözü sana, ala gözü sana. Gezir boylana boylana, gezir boylana boylana, gezir boylana boylana, ya boylana, can boylana. Fergönçenin bu kadından, Fergönçenin bu kadından. Üzül boylana boylana, üzül boylana boylana, üzül boylana boylana, boylana, kurban başı belasına, baksın el yasına, baksın el yasına, baksın el yarasına. Kurban başı belasına, baksın el yasına, baksın el yarasına. Düşüp eşkin belasına, düşüp eşkin belasına. Gözür boylana boylana, gözür boylana boylana, gözür boylana boylana, ya boylana, ya boylana. Hey!
içəri girəndə əlində bir kağız da gördüm. Xeyr ola, nə kağızı idi o? Ama başına gelen başmaqçı olar. Hə. Mənə belə efirdə görüblər. Gəlmişdilər yanıma. Deyirlər ki, biz də ulduz olmaq istəyirik. Yeni ulduz gəlibdi, millətə deyək səni. Bu xalqa təqdim edib, tarifləvək səni. Dedim, ulduz oluram, dedilər, döyək səni. Tutub məni döydülər, haman xəstəlik imiş. Bu ulduz xəstəliyi yaman xəstəlik imiş. Nə dəydisə Allahım, əllə dəydi başıma. Elə bildim, ilahi, güllə dəydi başıma. Yumruq dəydi qaşıma, kəllə dəydi başıma. Vermədilər heç mənə, aman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Ulduz olmaq istədim, taxt əlimə düşmədi. O taxta əyləşməyə vaxt əlimə düşmədi. O vaxtı cilovlayan vaxt əlimə düşmədi. Bu möhlət azar imiş, zaman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Ulduzluq göydən düşən almadı qardaş canı. Bu alma kimi dərdə salmadı qardaş canı. O qədər döydülər ki, qalmadı qardaş canı. Bugünümdən sabaha güman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Nə dilsiz, nə ağızsız, lal oğlana tərəf get. Nə söz başa düşməyən, kal oğlana tərəf get. Ulduz olmaq istəsən, bal oğlana tərəf get. Ay özündən ulduzluq, uman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Adət alın alıbdı, moddur, nəsə lütləşir. Qaynayıb qarışıbdı, yaxşı pisə lütləşir. Oğlanlar sırğa salır, qızlar isə lütləşir. Soyunub çıxarırlar, tuman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Gördüyünü min cüra yozacaqsan, ay bala. Yozduğunu yaddaşa yazacaqsan, ay bala. Cığırlarda, izlərdə azacaqsan, ay bala. Görəcəksən bu yolda, duman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Tamamilə yanılır, tamamilə səhv salır. Natamam olanları tamam ilə səhv salır. Çoxları səhnələri hamam ilə səhv salır. Qalmayıbdı din ilə iman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Və sair və ilaxı və görərsən nə bilim. Neçə yox sözün, hə görərsən nə bilim. Ulduz olandan sonra nə görərsən nə bilim. Açacaq gözlərini, güman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Götürməyib, qoymayıb, daş üstə daş gizlicə. Salmayıb dava dalaş, nə də savaş gizlicə. Sakitcə, asta-asta, yavaş-yavaş gizlicə. Suyu yeritmədinsə, saman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Kimi bəyənə, seçə boyu bəstə var. Kimi bu yarışmadan keçə boyu bəstə var. Ulduz olmaq istəyən neçə boyu bəstə var. Kipri yox qaşları, kaman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Neçə yatan görübdü, neçə ayıq görübdü. Ayıq olan hər kəsi necə sayıq görübdü. Neçə gəmi görübdü, neçə qayıq görübdü. Gördüyüm bu dənizdə liman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Tanınmağın dehinə, bazarına tutulan, vaxtsız ad ilə sanın, güzarına tutulan, vədəsiz şöhrət şanın, azarına tutulan, qəlbinə ulduz nuru, daman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Yadda qalan mahnısı bir nəğməsi olmayan, çıxın mənəm mən deyir, zili, pəsi olmayan, oxumağı bilməyən, nə də səsi olmayan, efirlərə üst tutan, cuman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Anaramın lələdir, lələ nə görmüsən ki? Lələnin kürəyində şələ nə görmüsən ki? Gördüklərin heç nədir, hələ nə görmüsən ki? Nələri görəcəkdi? Siman xəstəlik imiş. Ulduz xəstəliyi, yaman xəstəlik imiş. Amma bir dənə şey məni maraqlandırdı. Həmişə sinə dəftər deyərdin. İndi bu dəfə şparqalka getirmişsən. Bu nə məsələdir?
düz divan ala heç vaxt vərəqdən şeir oxumamışam. Ancaq bu döyələndən sonra biraz yaddaşımda pozğunluq əmələ gəlib. Yadımda saxlaya bilmirəm. Fikir verdim də elementlər var idi ki, yadımda qalmırdı. Ona görə vərəqdən oxudum. Görürsən döyülmək düşür və sən. Düşürsən, görürsən şeir gəldi. Bu döyələndən sonra elə bu ulduz xəstəliyi, yaman xəstəliymiş, o dastandır. O dastanın bir hissəsidir, yazdım. Yox, valla gəl belə şeylərdən biraz uzaq olaq. Öyrəşərsən sonra. Bu gənc oğlanın, bir şairin könlünü bəlkə alaq. Bir zaman mən də əsiri rəhi meyxana idim. Bir zaman mən də əsiri rəhi meyxana idim. Həvəsi badə ilə öylə ki peymana idim. Bir dəqiqə yerə əlimdən düşməz idi badə. Gözlərin şövqi ilə öylə ki məstana idim. Bütün ömrüm keçib aləmdə şərab içmək ilə. Bütün ömrüm keçib aləmdə şərab içmək ilə. Badədən xali olan yerlərə biganə idim. İndi təklifi şərab eyləmək artıqdır mənə. Mən ki meyxanədə bir xanəsi viranə idim. Çalışırdım ki günahlarım ayanar başımdan geçsin. Bir gün görməsəydim sizi, bir gün görməsəydim səni dəli divanə idim. Mən də vahid bir zaman dillərdə əfsanə idim. Ay dostum anar niyə məndən küsürsən? Heyvan yadir olar yadir. Anar dostum məndən niyə küsürsən? Dost heyvan yadir olar yadir. Hamı deyər, bir gün döyürsən. Hamı deyər, hayırdır. Bülbülünəm gülşənindən kanaram. Sən şöyləsən mən çevrəndə fanaram. Bülbülünəm gülşənindən kanaram. O tutular hər məclisdə yanaram, yanaram. Çevirmə, hilal qaşa nə layiqdir sürmə. Elin qurub üzül məndən çevirmə. Cuma deyər, hər yetənə, balığlanıya, hər yetənə, seri vermə. Seni bilə ya,
yardırlar yarim. Sirvine yardırlar, sirvine yardırlar yarim. Can yana yardırlar, can yana yardırlar yarim. Can yana yardırlar, can yana yardırlar yarim. Anar qolun zadına ağrımadı, rəqs alırdım bir balaca. Elə belə. Yaxşıdır, babaxdır. Doğrudan? Yüngülləşmirsən biraz da. Ancaq ağrıyır. Görək də. Lan bir nəsə sözdə də oxşayırsan qardaş. Ha valla bunların bu halı məni də pərişan edir. Sən Şairlər həmişə mehribançılıq Sən bir tərəfdarıdır. gözəl meyxana deyə, sonra mən burada bir Barışacaqsın. eksperiment göstərəcəm. Göstərəcəksin. Yaxşı. Mən istəyirəm barışdıraq bunları. Küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Anar sən bir şairsən istedadlı, olanlar keçmişdədir yel qanadlı, olanlar keçmişdədir yel qanadlı. Anar sən bir şairsən istedadlı, siz barışın bəlkə qardaşlıq adlı, məşəlləri alışdıraq biz bugün, məşəlləri alışdıraq biz bugün. Küsənləri barışdıraq biz bugün, şirin şirin danışdıraq biz bugün. Küsənləri barışdıraq biz bugün. Birer salon meclisi meydan eləyib, gəlmişik ki meclisi səhman eləyib, gəlmişik ki meclisi səhman eləyib, anarın da dərdinə dərman eləyib, onu yarıyla qovuşduraq Biz gerek, onu yarıyla kavuştural biz gerek. Küsenleri Barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Küsənləri barışdıraq biz gərək, şirin şirin danıştıraq biz gərək. Mən hazıram təbdəki ilhama görə, mən hazıram təbdəki ilhama görə, lap canımı verrəm din İslama görə. Deyirəm ay qardaşım bu reklama görə, bəlkə aramı qarışdıraq bizəcdə, bəlkə aramı qarışdıraq biz bugün. Küsənləri barışdıraq biz bugün, şirin şirin danışdıraq biz bugün. Anar düşme hayatta qüssə qəmə, yanaqların düşməsin sənin nəmə. Qalma qalla gəlmə ginən gündəmə, sənətinlə yarışdıraq biz gərək, sənətinlə Yarışdıraq biz gərək, küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Küsənləri barışdıraq biz gərək, şirin şirin danışdıraq biz gərək. Nə deyirsiniz? Ay şair, məşhur olmaq istəyirsən, daha yaxşı yol axtar tap ki. Şeirlərin sətr tərcüməsini elətdirginə, mən bu yaxında Avropaya gedəcəm. Günü sabah getməliyəm. Sənə də aparıb şeirləri orada çıxartdırım orada şeirləri. Onunla tanınarsan. Fransız dilində, İspan dilində o sətr tərcüməsini burada elətdirginə. Elətdirginə mən aparıb. Sabahda ya bir gündə getməliyəm. Az döyülsün də bu. Hayır, mənim qardaşım, zəhmət olmasa bir yerimizi dəyişək də. Dəyiş. Deməli məsələ var. Xeyr ola. Deyəsən barışırlar. Deyəsən də yaxana məsələ göstərmir. Mənim əziz qardaşım, mən təyyarədən düşəndə artıq elə aeroportda sənin adın çəkilirdi. Çoxu da mənə işvənlə baxırdı ki, sənə ayıb yaraşmaz belə şey, ancaq mən bilirdim bütün bunların hamısının arxasından nə dayanır. Özü döyən çox deyəsən. Bir dəstə uşaqdır. Aleyküm. Anar müəllim burada. Anar mənim burada. Amin. Abi, nə olub sizə? Ana bir daha fotoğraf verərdim də. Sağ ol Anar. Artıq ulduz olmuşsan, arxayın ola bilərsən. Sağ ol. Sağ ol. Görürsünüz də. Sağ ol. Axır ki, bu nəticəsi oldu. Şəkil çəkdirərdik. Əli şəkilləri çək var. Bura baxın, diqqətli olun.
Çəkirəm. Zəhmətimiz hədər getmədi.